İcazə verin Elman, mən bir məsələyə toxunaq. Erkin mənim deydi və mənim bu məsələ də yadıma düşdü. Taliban faktorunu biz ümumiyyətlə müzakirə eləmirik indiki mərhələdə. Və burada çox ciddi bir şey var. Amerika oradan çıxıb gedəndə orada çoxlu silah qoydu, getdi. Və biz də hamımız bilirik ki, Amerika əvəzsiz olaraq kiməsə silah vermir. O deyir, divarda silah asılıbsa, o ateş açmalıdır. İndi orada olan silah İrana qarşı ateş aça bilərmi? Quru əməliyyatı məsələsi gündəmə gələrsə. Çünki biz bu tərəfini, biz ərəbi görürük. Misal üçün, fərz edirik ki, Birləşmiş Ərəb Əmirliklərindən və yaxud da Bəhreyindən və yaxud da nə bilim, hansısa bir başqa ölkədən nəsə ola bilər, bu təhlükələr, quru əməliyyatı olarsa və s. Amma bu tərəfi ümumiyyətlə elə bil ki, bir dayandırmışıq, unutmuşuq. Yoxsa yox. Buyurun. Əvvəla onu qeyd edeyim ki, 2001-ci ilin oktyabr ayının 7-sindəki 11 sentyabr hadisələrinə cavab olaraq Birləşmiş Ştatlar Əfqanistanda terror əməliyyatlara başladı və hədəf də Taliban rejimi idi, rejimi devirdi. Düz 20 il sonra, 2021-ci ildə həmin ərazini tərk etməyə məcbur oldu və silahlardan da müəyyən hissəsi qalıb, ancaq hesab eləmirəm ki, o silahlar elə səviyyəli silahlardır ki, İranla bağlı quru əməliyyatlarının taleyində xüsusi rol oynasın. Və Erkin bəyin o bayaq söylədi ki, deməli, bu elektrik stansiyalarının vurulmaması məsələsi və bu məsələdə Birləşmiş Ştatların gözləmə mövqeyində dayanması, bu Birləşmiş Ştatların elektrik stansiyalarının qalmasında maraqlı olmasından irəli gələn məsələ deyil. Məsələ onunla bağlıdır ki, Fars körfəzinin ərəb dövlətlərinə qarşı İran bildirdi ki, onların bütün elektrik stansiyaları yerinə yeksan ediləcək, məhv ediləcək və hətta içməli su anbarları və onun qurğuları da duzlaşdırılması, duzsuzlaşdırılması. Yəni tamamilə susuz, elektriksiz qoyacaq və belə olan vəziyyətdə həmin ərəb ölkələrinin Birləşmiş Ştatlardan bunu daha çox xahiş etməsini ki, siz elektrik stansiyalarını vurmayın, daha anlaşılır, daha məntiqlidir. Sizə bir rəqəm gətirim, bir fakt və dünənki faktı. İran bu dünənə qədər 2,1 min dəfə deməli zərbələri endirib, fikir verin statistikaya. Bunun 17% İsrailə, 83% hansı ölkələrə əhatə edəcək yaxşıdır? Həmin Birləşmiş Ərəb Əmirliyidir, Qətərdir, Omandır, Bəhreyn və s. Yəni Fars körfəzinin ərəb dövlətlərinə 83% zərbələrin ünvanıdır.